Salam, hər vaxt xeyir olsun, dəyərli izləyicilər. Bu videoda 2019-cu ildə 1-ci qruplar üçün keçirilmiş 1-ci qəbul imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Deyir, kürənin iki müstəvi kəsiyinin sahələri 18 pi və 54 kvadrat santimetrdir. Bunlardan biri kürənin mərkəzindən keçir, kürənin radiusunu tapın. Məlum məsələdir ki, kürənin müstəvi kəsiyi dairədir. Ən böyük müstəvi kəsiyi də düz mərkəzdən keçəndə olur. İndi bunların hansının mərkəzdən keçdiyini bilmək üçün böyüyünü tapmaq lazımdır. 18 pi'nin təqribən qiyməti 3,114'dür. Yəni 3'ə vuranda 54 eləyir. Bu 3,114 olduğuna görə 54'dən daha böyük olacaq. Ona görə də mərkəzdən keçənin sahəsi 18 pi kvadrat santimetr olacaq. Yəni dedik, müstəvi kəsiyi dairə olduğuna görə pi r kvadratı bərabərdir 18 pi'yə. Bu pi'lər gedəndən sonra r olacaq kök altında 18. Yəni 3 kökdə 2 olacaq. Mərkəzdən keçən müstəvi kəsiyinin radiusu elə kürənin öz radiusu ilə eyni olur. Mərkəzdən kürəyə qədər məsafə elə müstəvi kəsiyin dairədir deyə dairənin radiusu ilə kürənin radiusu eyni olduğuna görə elə cavab 3 kökdə 2, yəni B variantı olacaq. Katetlər 12 və 5 olan düzbucaqlı üçbucağın xaricinə çəkilən çevirən radiusunu tapın. Düzbucaqlı üçbucaqda xaricinə çəkilən çevirən radiusu S/2'dir. Katetlər 12, 5, S hipotenuz 13'dür. Onun üçün yarısı 6,5. Yəni Pifagor teoreminə əsasən 12'nin kvadratı çıxar 5'in kvadratı 13'ün kvadratını verir. 13 bölgü 6,5 olacaq. 3D funksiyanın qrafikinə deyir, bu nöqtədə çəkilən toxunan tənliyi yazın. Toxunan tənliyin bilməliyik. Y bölü fx0 plus f' x0 vurulsun x minus x0. Düstur budur. Burada x0 budur. Yəni mənfi 2. fx0 odur ki, yəni bu nöqtəni funksiyanın özündə yerinə yazacağıq. Mənfi 2'ni yazanda məxrəc 1 eləyir. Bura 5 eləyir. 5 çıx 1. 5 çıx 1. O da 4 eləyəcək. Demək, x0 4 elədi. Bir də törəməsini tapmalıyıq. Bunun törəməsi bizə nə verəcək? Tapaq. f'(x) bərabərdir. Nisbətin törəməsi kimi baxacaq. Məxrəcin kvadratı. Sürətin törəməsi vur məxrəcim. Sürətin törəməsi 3 çıx x-in törəməsi mənfi 1 eləyəcək. 3'ün törəməsi 0 eləyir. Mənfi x-in törəməsi mənfi 1. Mənfi 1'i vuracam buna. Olacaq mənfi x minus 3. Çıxılsın məxrəcin törəməsi vur sürət. Bu da 1 eləyir. 1'i vuracam sürətə. Mənfi təsir edəcək. 3 plus x. Bir də çıx 1'in törəməsi də 0 eləyir. O da yazılmır. Mənfi x-dən müsbət x gedəcək. Demək, bu qalacaq. Mənfi 6 bölünsün x plus 3'ün kvadratı. Həmin mənfi 2'ni törəmədə yerinə yazacaq. Mənfi 2'ni burada yazanda mənfi 2 üstə gəlir 3'ün kvadratı 1 eləyəcək, cavab eləyəcək mənfi 6. Yəni f' mənfi 2 mənfi 6'ya bərabər olacaq. Gətirib qoyuram yerinə. 4 üstəgəl mənfiyə görə çıxma olacaq. Çıxılsın 6 vurulsun x minus x0. x0 mənfi 2 olduğuna görə plus 2 olacaq. Bunu hesablayacaq. 4 çıxılsın 6 2 çıx 12. Bu da mənfi 6 2 çıx 8. Mənfi 6 2 çıx 8 B variantı olacaq. 2x bərabərdir 14, 3y bərabərdir 22 olarsa bu ifadəsinin qiymətini hesablayın. Burada x-in qiymətini tapaq. Təxminən hansı araqda yerləşir? Ümumiyyətlə hansı araqda yerləşdiyini tapaq. 2'nin kubu 8 eləyir, üslü funksiyadır. 2 üstü 4'də 16 eləyir. Onda 3 ilə 4'ün arasında yerləşir x. Bunu da eyni qayda ilə tapsaq. 3'ün kubu 27 eləyir, 3'ün kvadratı 9 eləyir. Yəni 2 ilə 3'ün arasındadır. Artıq x-in və y-in hansı araqda olduğunu bildik. X minus 3'ün müsbət olduğunu görə bilirik. Çünki x 3'dən böyükdür. X minus y-in də müsbət olduğunu görə bilirik. Çünki x y-dən böyükdür. X 3 ilə 4'ün arasındadır. Y 2 ilə 3'ün arasındadır. Y minus 5'i müəyyən eləyək. Y 2 ilə 3'ün arasında olduğuna görə bu mənfidir. Müsbət ədədlərdən, moduldan özü çıxır. Bu da müsbət özü çıxacaq. Amma mənfi təsir edəcək. Üstəgəl y. Buradan isə tam əksi çıxacaq. Yəni 5 minus y çıxacaq. Müsbət y ilə mənfi y, müsbət x ilə mənfi x gedəndən sonra mənfi 3'ün üstünə 5 gələndə 2 verəcək, doğru cavab D variantı olacaq. Deyir, ifadənin qiymətini hesablayın. Baxaq burada, demək 3 bölünsün pi-ni olduğu kimi saxlayıram. Kosinus mənfi kökdə 3 bölü 2. Kosinus ümumiyyətlə kökdə 3 bölü 2'ni alır 30 dərəcədə, yəni pi bölü 6'da. Amma mənfi olanda kosinusda pi-dən çıxılır. Pi çıx pi bölü 6. Üstə gəlsin. Sinus kökdə 3 bölü 2'ni alır 60 dərəcədə. 60 dərəcədə pi bölünsün 3. Plus arc tangis. Tangis kökdə 3 bölü 3 alır 30 dərəcədə. Pi bölünsün 6. Mənfi pi bölü 6 ilə müsbət pi bölü 6 getdi. Bu da pi üstünə gəlir pi bölü 3. Bu deyir 3'də 4 pi. Pi'də 3 vurulsun 3'də 4 pi.
3'lər gedəcək, p'lər gedəcək, qalacaq 4. Yəni doğru cavab E variantı olacaq. Növbəti suala baxırıq. 6-cı sual. Tənliyini həll edin. Dərəcənin azalma düsturundan istifadə edək. 2 sinus kvadratı x bölü 2-ni yaza bilərək 2 vurulsun. 1 minus kosinus x bölü 2 bərabərdir. Kosinus 2x sıxılsın kosinus x. Kosinus 2x sıxılsın kosinus x. Buradan 2'lər gedəcək. Demək 1 minus kosinus x bərabərdir kosinus 2x sıx kosinus x. Kosinus x-i bir tərəfə keçirəndə bunlar da gedəcək. Qalacaq kosinus 2x bərabərdir 1'ə. Bu da xüsusi haldır. 1'i alır 2π-da. Yəni 2x bərabərdir 2π. X olacaq π. K da tam ədədlər daxildir. π, πn. A variantı. Növbəti 7-ci suala baxırıq. Bərabər yanlı ABC üçbucağında AB AC-yə bərabərdir. Demək AB AC-yə bərabərdir. A-nı təpə nöqtə kimi təpədə götürdüm. ABC. AB ilə AC bərabərdirsə, tangens bucaq A 4-4 olsa tangens bucaq B-ni tapın. Alfa bunu götürəm, bunları da beta götürəm, çünki bərabər yanlıdır. Demək tangens alfa 4-4-ə bərabərdir. Tangens betanı istəyir. Alfa ilə beta arasında əlaqə tapaq. Bilirik ki, alfa üstə gəlsin 2 beta 180 dərəcə olmalıdır. Üst bucağın daxili bucaqların cəmidir. Buradan biz alfanın yerinə yazırıq 180 çıxılsın 2 beta. Gətirib qoyuruq yerinə. Burada. Olur tangens 180 çıx 2 beta. Bərabərdir 4-4. 180-dən bucaq çıxanda düşür. İkinci rübə. İkinci rübədə tangensin işarəsi mənfidir. Mənfi tangens 2 beta. Bərabər 400. Yəni tangens 2 beta mənfi 400'dür. Tangens 2 betanın tangens betadan asılı üstünün. Tangens 2 betanın üstünü yazım ki, tangens beta 1 minus tangens kvadratı beta bərabərdir mənfi 400. Çarpaz vururam. Mənfi 3'ü aşağı vururam. Mənfi 3 plus 3 tangens kvadratı beta bərabərdir 8 tangens beta. Buradan tangens beta'nı bir x əvəz edirəm. Tangens beta x-ə bərabər götürürəm. Olur 3x kvadratı minus 8x minus 3 bərabər 0. Bunu həll edib x-i tapmaqla tapacağıq. Burada bir dənə diqqətli olmalıyıq. Məsələn x-i mənfi tapsaq götürməyəcək. Çünki beta iti bucaq olmalıdır. Nə düz ola bilməz, nə kör ola bilməz. Yəni mənfi qiymət ala bilməz. Bunu diskriminantla tapaq. Diskriminant eləyəcək b kvadratı, 8'in kvadratı, 64 üstə gəlsin, 4 12 vurursa 36, 100. Diskriminant elədi 100. Diskriminant 100 olandan sonra x1 bərabərdir mənfi b. Yəni 8 çıx 10 olmayacaq da mənfi lazımdır bizə. Üstə gəlsin götürürük. Kök adının diskriminantdan da 10. Bölünsün 2a, 2 üçün 6. 18'i 6'ya böləndə 3 eləyəcək. Demək tangens beta 3, yəni D variantı olacaq. Sonra növbəti 8-ci suala baxırıq. Tənqrəsimin x kvadratını tapın. Bu asandır. Məsələn, burada 2x kvadratın biz x kvadratı üstə gəlir x kvadratı kimi yazsaq, x kvadratı çıx 2x üstə gəlir y kvadratı. Bu artıq bir dənə hazır düsturdur. Demək, burada ikincidə x kvadratı üstə gəl, x minus y-in kvadratı alınır, bərabərdir 41. X minus y-i də yuxarıda 5 verib. 5'in kvadratı 25, x kvadratı olacaq 41'dən 25 çıxanda 16, yəni C variantı. 9'a baxırıq. ABCD A1, B1, C1, D1 kubunda oturacağın BD diagonalı ilə A1, C1 müstəvisi arasındakı bucağı tapın. Kubda bu müstəvi arasındakı bucağı tapmaq üçün. Burada baxırıq ki, buradan keçən müstəvi oturacaq müstəvisinə perpendikulyardır. Və burada da kubun oturacağı da kvadrat olduğuna görə 90 dərəcə yaranıb. Həm belə, həm də burada tutaq ki, buradan bir xətt çəksəm, burada bir 90 dərəcəlik yaranacaq. Demək, bu müstəvi ilə bu düz xətt, yəni BD parçası arasındakı məsafə, arasındakı bucaq 90 dərəcə olacaq. Yəni A variantı olacaq. Sonra 10-cu suala baxırıq. Bərabərsizliyinin ən böyük tam həllini tapın. Burada bunu bir fərq bizəm yazıram. X minus 4, x plus 4. Bunlar gedir. Yəni x plus 4 qaldı belə deyək. Amma
Rasional bərabərsizlik həll edəndə məxrəci əgər ixtisar edib atırıqsa, amma 0-dan fərqli götürmək yaddan çıxmırsa, 4-dən fərqlidir. İndi yuxarı oldu x plus 4 böyükdür 5x minus 16. Atıram bu üzə mənfi 4x böyükdür mənfi 20-dən. Mənfilər gedəcək x kiçikdir 5-dən. X 5-dən kiçikdir. Yəni cavabda 4 versəydi uşaqlar daha çox çaşa bilərdi. Çünki 5-dən kiçik cavab 4 ola bilər, amma 4 yoxdur. 4 onsuz da ödəmirdi. Ona görə də ən böyük tam olacaq neçə? 3y variantı. 11. Bərabərsizliyin natural həllərinin sayını tapın. Loqaritmik bərabərsizlikdə əsas 1-dən böyük olanda bu artan olurdu. Yəni işarə dəyişmirdi bərabərsizliyin işarəsi. Burada x kvadratın ən balaca qiyməti yəni 0-dır. Ona görə bunun ən kiçik qiyməti 2 olduğuna görə bu loqaritmik funksiyaya artan funksiya kimi baxa bilərik. Yəni bunun bərabərsizlik kimi həll edəndə işarə dəyişməyəcək. Böyükdür x kvadrat üstə gəlir 2-nin üstü 1-dən, yəni bu 1-dən. Buradan x kvadratı kiçikdir 45-dən. X kvadrat üçün bərabərsizliyin natural həllərini sayını. Buradan da tapmaq olar artıq. Düzdür, natural həll istəyir. Burada bərabərsizlik kimi həll etməyə ehtiyac yoxdur. Yəni kvadratı 45-dən kiçik elən naturalın ən böyüyü 6-dır. 6-ya qədər natural ədədlər olacaq. 5, 4, 3, 2, 1. 1-dən 6-ya qədər. 6 dənə böyük var. 12. Düz xəttin və koordinat oxunu əmələ gətirib üsbüzanın daxilinə çevirən tənlini yazın. Əvvəlcə bunun qrafikini quraq. Düz xəttin qrafikini qurmaq üçün bir dəfə x-a 0, bir dəfə y-a 0 veririk. Çünki düz xətti yaratmaq üçün 2 nöqtə kifayət edir. X 0 olanda x, y 24, y olur 8. Y-in 8-dən keçəcək. Sonra y 0 olanda x edir mənfi 6. X-in də mənfi 6-sından keçəcək. Demək bunun qrafiki budur. Mənfi 6-dan bir də 8-dən keçən düz xətti. Bizə deyir ki, bu əmələ gələn üsbüzaq ki var. Burada bizim indi qurduğumuz üsbüzaq, bu üsbüzaq. Bu üçbucağın daxilinə çəkilən çevrənin tənliyini yazın. Bu üçbucağın daxilinə çəkilən bu çevrənin tənliyini istəyir bizdən. Çevrənin mərkəzin tənliyini bilmək üçün mərkəzin koordinatları və radius lazımdır. Bu radiusu tapmaq asandır. Bunun çünki katitləri 6, 8, hipotenuzu 10 olan düzbucaqlı üçbucaqdır. Daxilə çəkilən çevrənin radiusu 6 üstə gəl 8 çıx 10 bölü 2 üstündən tapılacaq. A plus B katitlərin cəmi çıx hipotenuz. 6 üstə gəl 8 14 çıx 10. 4 4 bölü 2 2 eləyəcək. Yəni radiusu 2-dir. B getdi, C getdi, Y getdi. Yəni çünki çevrənin tənliyi x minus a-nın kvadratı üstə gəl y minus b-nin kvadratı bərabərdir r kvadratı. Yəni 2-nin kvadratı 4 olmalıdır. Mərkəzin koordinatları bu hər iki tərəfdən koordinat oxlarına toxunduğuna görə bunun mərkəzin koordinatları 2 2 olacaq, amma işarəsini rübə görə müəyyən edəcəksiniz. Bu birinci rübdür, bu ikinci rübdür. İkinci rübdə x mənfi y müsbətdir. Yəni mərkəzin koordinatı x mənfi olduğuna görə mənfi 2, y müsbəti müsbət 2. Mənfi 2 müsbət 2 olacaq. Yəni çevrənin tənliyi də x minus a-nın kvadratı idi. A mənfi 2 isə x plus 2-nin kvadratı. Üstə gəl y minus 2-nin kvadratı bərabərdir 2-nin kvadratı da 4. Demək x plus 2-nin kvadratı y minus 2-nin kvadratı bərabər 4. Doğru cavab D variantı olacaq. Növbəti sual 13-cü sualda qrafiki bu nöqtəsindən keçən funksiyanın qiymətləri çoxunu tapın. Qrafik keçirsə demək həmin nöqtə bunun x və y-dir. Qoyuruq yerinə 5 bərabərdir. Kök altında 9 çıx 3m üstə qalan. Demək x-in yerinə mənfi 3, y-in yerinə 5 qoydum. Kvadrat yüksəldirəm 25 bərabərdir 19 çıxsın 3m. 3m bərabərdir mənfi 6, m olacaq mənfi 2. M-i mənfi 2 tapdıq. Gətirib qoyuram yerinə. Bu olacaq kök altında x kvadratı minus 2x üstə gəl 10. Bizə deyir funksiyanın qiymətlər soxun. Kök altı funksiyadır. Kvadratikdir özdə kökün altında. Paraboladır. Qollar özdə yuxarıdır. Demək bunun qiymətlər oblastıdır. Kök altında n-lə müsbət sonsuz olacaq. Çünki n bunun aldığı ən balaca qiymətdir. Kökün altında olduğuna görə kök altında n olacaq. N-in də düsturunu bilirik. 4ac minus b kvadratı bölünsün 4a. Təkcə bu yolunu tapmaq yox. Yəni bunu kvadrat da düzəldə bilərsiniz. Yəni hər biri rahatdır. 4ac 40 çıxılsın b kvadratı 4 böl 4.
9 eləyir. 9-dan da 3 çıxır. Yəni bunun qiymətli olması 3 müsbət sonsuz olacaq. 3 müsbət sonsuz C variantı. Və yaxud da ki, bunu kök altında kvadrat düzəldə bilərdik. X -1-in kvadratı üstəgəl 3. Kvadratın ən kiçik qiyməti 0. Onda bu ifadənin ən kiçik qiyməti kök altında 3 olacaqdı. Daha da x -1 kvadrat plus 9. 9-dan da 3 çıxacaqdı. Olacaqdı ən kiçik qiyməti 3. 3 müsbət sonsuz. C variantı. Növbəti suala baxırıq, 14-cü sual. Deyir, AB və CD parçaları M nöqtəsində kəsilir. Bir bucağın bərabərliyini verir bilər. İkinci bucağı özümüz bilirik. Qarşılıqlı bucaqlardır bərabər. Üçüncü də avtomatik özü alınır. Çünki 3 bucaqda 2 dənə bucaq bərabərsə, üçüncü də bərabər olmalıdır. Bizə AM-i 12, CM-i 8, AD-ni 6 verib, BC-ni istəyir. Oxşarlıq tətbiq edirəm. Oxşar fiqurlarda uyğun bucaqlar qarşısında duran tərəflər nisbətlər bərabər olacaq. Yəni, bir xəttin qabağında X-in, bu birisi bir xəttin qabağında 6-ya nisbətdir. Bu xəttin, yəni özləri verilən bucağın qarşısında tərəf 8-in, bunun qarşısında duran 12-yə nisbətən bərabərdir. 12x bərabərdir 48, x olacaq 4. Yəni doğru cavab Y variantı olacaq. Növbəti sual 15-ci sualda deyir, bu qədər spirt məhlulu ilə bu qədər spirt məhlulun qarşısında alınan qarşılıq spirtin faizini tapın. Nə edirik? Həmin o spirtin faizi, yəni x bərabərdir. Surətdə spirtləri toplamalıyıq. 20 qram 30 faizlidirsə, 20-nin 30 faizi eləyir 6, yəni 20 vur 30 bölü 100. 30 qram 20 faizdə də eyni qaydan 6 eləyir. Demək, surətdə 6'lar toplanacaq. Məxrəcdə də məhlullar. 20 qramdan 30 qramı toplayanda ümumi 50 qram eləyir bir yerə tökəndə. Faizini tapmaq üçün də 100'ə vururuq. 50 ilə 100 gecə 2, 12-ni 2'yə vuranda 24 faiz eləyəcək. Yəni doğru cavab Y variantı olacaq. 16-da limitin hesablayın. Burada görünür ki, 4'ü birbaşa yerinə yazanda məxrəci 0'a çevirir. Əvvəl sadələşdirib sonra yerinə yazaq. Limit x 4'ə yaxınlaşır. Ortaq məxrəc elə buna x-4, x+4'dür. Yəni x kvadrat minus 16'nı bir fərq bizəm kimi yazma olurdu. Buna düşür x plus 4 dəfə çıx 8. X plus 4 çıx 8. X minus 4 eləyir, elə bunlar gedir. Qalır limit x yaxınlaşır 4'ə, 1 bölünsün x plus 4. 4'də yerinə yazanda 8'də 1. Yəni D variantı olacaq. Ardıcılığın hansı həndəsi sistemə gəlir? Həndəsi sistemdə vuruq sabit qalır. Yəni ikincidən başlayaraq hər biri özünə əvvəlkinə eyni bir ədədin hasilinə bərabər olur. Burada diqqət edək. D variantına baxın. -12'də 1'i 3'də 1'ə böləndə bu bizə silsilə vurğun verəcək. -4'də 1. Eyni qayda yenə -4'də 1. Yəni biz 3'də 1'i -4'də 1'ə vursaq, eləyəcək -12'də 1. -12'də 1 də eyni qayda ilə -4'də 1'ə vursaq, yenə müsbət 48'ə 1. Demək doğru cavab D variantı olacaq. Burada 1, 4, 8 nisbət 1, 4 eləyir, 1, 2 eləyir. Yəni doğru deyil. 1'in üstünə 3 gələndə 4, 4'ün üstünə 4 gələndə 8. Demək bu nə ədədi silsilədir, nə həndəsi silsilədir. Eyni qayda ilə 3 -9, 12. Bu da nə ədədidir, nə həndəsidir. 5'də 1, -10'da 1, 15'də 1. Bu da nə ədədi, nə həndəsi. 10 bölü 5, 2. 5 bölü 2. Bu da nə həndəsidir, nə də ədədi silsilədir. 18 komplekslərin trigonometrik şəkildə göstərilən. Bu artıq blok imtahanında, yəni ümumiyyətlə dərslikdən çıxarılıb. Ona görə buna ehtiyac yoxdur yazmağınıza. Növbəti suala baxırıq. 19. İfadəsinin qiymətini tapın. Bunlar demək iki formada tapılır. Bir forma t-yə bərabər eləyib kvadrata yüksəltməklə. T-yə bərabər eləyib kvadrata yüksəltsən alınır. İkinci forma bunu kvadrat düzəltməyə çalışırsan. Məsələn 14 plus 3 köşkü 3'ü kvadrat düzəltmək üçün burada 3 tək ədəd olduğuna görə əvvəlcə 2'yə vurub məsələn yüksəldə bilərik. Məsələn 2'yə vururam. Kök altında 28 plus 6 köşkü 3 kimi yazıram. Mən bunu 2'yə vurdum da, daha doğrusu köşkü 2'yə vurdum. Köşkü 2'yə də bölürəm. Eyni qayda ilə də bunu həmçinin. Kök altında 2'yə vururam. 28 minus 6 köşkü 3. Bu da köşkü 2 olacaq. Bərabərdir. Yəni həm misalda sadəcə köşkü 2'yə vurdum. Ortaq məxrəc bunları köşkü 2'dir. Bu kök altında 6 köşkü 3'ü, bu 6 köşkü 3'ü. Yazıram, 2'ni saxlayıram kökün altında, 3'ü kökün altına sallam. 2 vurulsun, 3 üçün 9, 3'ün kvadratı 9 üçün 27. 2 köşkü 27 eləyir. Demək kök 28 üstə gəl, kök altında 28 üstə gəl 2 köşkü 27'ni
Biz köşk 27 üstə gəlsin 1-in kvartı yaza bilərik. Demək bu köşk 27 üstə gəl 1-in kvartıdır. Köşklə gedəcək, qalacaq elə bu. Köşk 27 üstə gəl 1. Üstə gəlsin eyni qayda ilə bu da həmçinin köşk 27 çıx 1-in kvartı olacaq. Burada birlər gedəcək. Köşk 27 üstə gəl köşk 27 2 köşk 27. Bölünsün köşk 2. Köşk 27-ni 9 vur 3 yəni 3 köşk 3 kimi yaza bilərim. Bu da 6 köşk 3 eləyəcək. Köşk 2-ni məxrəci irrasionaldan azad eləmək üçün köşk 2-yə vuracam. Bu da 2 eləyəcək. Bu da 6 köşk 6 eləyəcək. 2 ilə 6 gedəcək 3. Yəni cavab 3 köşk 6 C variantı olacaq. Dediyim kimi şu an bunu bu formada yazmaya da bilərsiniz. Bərabərdir T yazıb kvadrata yüksəldib tapa bilərsiniz. A plus B-nin kvartı kimi. Növbəti suala baxırıq. Kör bucağı 150 dərəcə, tərəfi 8 olan rombun sahəsini tapın. Kör bucağı 150-sə, iti bucağı 30-dur. Rombun sahə düsturlarından biri də A kvadrat sinüs alfadır. Düzdür, 150-ni də yazsaz belə, yəni fərq eləmir, eyni şeydir. 30-da aldığını alır onsuz da. 64 vurulsun sinüs 30 dərəcə. O da 2-də 1 eləyəcək cavab 32B variantı. 21 sual 200 səhifəsi olan kitabın 5-də 2-si oxunduqdan sonra oxunmamış qaldı. 5-də 2-si oxunubsa 5-də 3-ü qalıb. 200-ün 5-də 3 hissəsini tapacaq da. Bu deyəcək 120. B variantı. 22. İfadələrdən hansı ştrixlənmiş hissəni müəyyən edir? Ştrixlənmiş hissə B-də var, nə A-da var, nə C-də var. Demək B-dən A-dan C-nin birləşməsini çıxacaq. Ya A variantı. Demək yalnız B-də var da. Nə A-nın içərisində bir şey var, nə B-nin içərisində. Demək doğru cavab A variantı olacaq. 23. Tənliyin sonsuz sayda həllinin olması üçün AX bərabərdir B şəklindədirsə, əgər həqiqətən o şəkildədir. A da 0 olmalı. Yəni bu da 0 olmalıdır, bu da 0 olmalıdır. AB minus 6 da 0 olmalıdır, A minus 4 də 0 olmalıdır. Buradan AB bərabər olur 6-ya. A 4 olur buradan. A-nı yenə gətirib 4 qoyub B-ni tapırıq. Bu da bizə verir 4B bərabərdir 6. B olur. 6-nı 4-ə böləndə 1,5. B 1,5, A 4. Onda cəmi eləyəcək 5,5. 24. M-in neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəddir. Vurğulara ayıra biliriksə ayıraq. Yəni belə halda qiymət vermək olmaz. Yuxarıdan 7-ni mötərizə xərcinə çıxarıram. M plus 4. Məxrəzdəki hasil 20 cəm mənfi 9 eləyən ədədlər bizə verir -4 ilə -5. Yəni M plus 4 ilə M plus 5. Artıq M plus 4-də gedəndən sonra 7 bölünsün M plus 5 qalır. M-in neçə tam qiymətində ifadəsi tam ədəddir. Yəni M həm müsbət, həm mənfi nəzərə alacaq. Amma M plus 4 getsə də, yəni birdən M mənfi tapsaq, -4 tapsaq götürməyəcək. Çünki -4 məxrəci sıfıra çevirir. Demək nə edirik? M plus 5-in 7-nin bölündüyü ədədlər olmalıdır. 7 hansı ədədlərə bölünür? 1-ə, sonra M plus 5 bir də 7-yə bölünür. M plus 5 -1-ə, bir də M plus 5 -7-yə bölünür. Buradan M-i tapıram, bax -4, demək biz bunu götürə bilmərik. Çünki M -4 olanda məxrəc sıfıra çevirir. Bunun mahiyyəti elə bundan ibarətdir ki, -4-ü şagird götürəcək, bu getdi. M olacaq burada 2 olar, M olacaq burada -6 olar, M olacaq burada -12 olar. Demək 3 dənə həll olacaq. Neçə tam qiymət cavab verir. 25. Radiusu 4, hündürlüyü 6 olan silindir. Hündürlük burada diqqət eləsəz eynidir. Elə silindirlə piramidada indi. Piramidanın həcmini istəyir. Bizə özdə düzgün dördbucağı piramidadırsa oturacaq kvadratdır. Təsəvvürləyin radiusu 4 olan çevrənin daxilinə kvadrat çəkilib. Yəni bizdə bunu verib. Kvadratın diaqonalı çevrənin diametridir. Demək kvadratın burada diaqonalı çevrənin diametridir. Radius 4-dürsə 4 2-nin 8 olacaq. Bunda bu 4 köşdəki olacaq da kvadratın tərəfi. Həcmin istəyir V bərabərdir 3/1 S oturacaq vurulsun aşağı. Piramidanın həcmini tutur. 3/1 S oturacağa ehtiyac yoxdur tərəfini tapmağa. Yəni D kvadrat bölü 2 düsturunda bilirik onsuz da. 8-in kvadratı 64 bölü 2 32 eləyir. H-dakı piramidanın hündürlüyünü elə radiusun, silindirin hündürlüyü elə piramidanın hündürlüyüdür. Vur 6. Bunlar gələcək 2 vur 32 64 eləyəcək. Doğru. 26. BAC 90 dərəcədir. Bucaq 90 dərəcədir. BK BY bərabərdir. AB 15-dir.
AB 15'dir verilib. Bu düzbucaqlığın sahəsini istəyir. Demək bu düzbucaqlığın sahəsini istəyir. Düzbucaqlığın sahəsi eni ilə uzunluğun hansına bərabərdir? Digər tərəfdən diqqət eləsək, bunun üstdəki düzbucaqlı üstbucağa diqqət edin. Buranı demək A götürürəm, burada A, B götürürəm bu cür. Demək bizdən sahəni istəyir, yəni A vurulsun A plus B-ni. Düzbucaqlı üçbucaqda düzbucaq təvəssindən hündürlük çəkiləndə burada katetin hipotenuz üzərində proyeksiyası yaranır. AB kateti ilə AC katetinin hipotenuz üzərindəki proyeksiyasıdır. Proyeksiyanın da düsturu var. 15'in kvadratı bərabərdir A vurulsun A plus B. 15'in kvadratı bərabərdir A vurulsun A plus B. Buradan diqqət edəndə görünür ki, elə A vurulsun A plus B bu düzbucağın sahəsidir. Onda elə cavab S olacaq 15'in kvadratı, yəni 225 olacaq. Aydındır. 27-ci sual. 26-27. Uyğunluğu müəyyən edin. Burada sinus kubu üstəgəl kosinus kubunu biz sadələşdirsək, bizə nə verəcək? Sinus üstəgəl A kub plus B kub kimi də. Demək sinus üstəgəlsin kosinus bölünsün, vurulsun sinusun kvadratı, çıxılsın sinus kosinus, üstəgəl kosinusun kvadratı. Məxrəcdə də 1 minus sinus kosinus. Bu sinus kvadratı ikinci mötərizəyə diqqət edək bir dənə. Sinus kvadratı üstəgəl kosinus kvadratı bu bizə 1 verəcək. 1 çıx sinus kosinus. Və bundan getdi bu. Qaldı sinus üstəgəl kosinus. Demək sinus üstəgəl kosinusun biz integralını tapacağıq. Sinusun integralı. Bu oldu sinus üstəgəl kosinus. Sinusun integralı eləyəcək mənfi kosinus. Mənfi kosinus. Burada ədəd yoxdur ki. Yox. Sinusun mənfi kosinus. Kosinusun integralı da sinus. Üstəgəl C. Demək burada nə var idi? Sinus üstəgəl kosinus 1 minus sinus kosinus. Burada doğru deyil bu. Yəni bu D oxşuyur. Amma doğru deyil. Burada 3 B da oxşuyur, amma 3 olmasaydı olardı. Sinus üstəgəlsin kosinus. Bir dəfə də baxaq. Demək sinus üstəgəl kosinus kubunu açsaq, sinus üstəgəl kosinus, sinus kvadratı çıx sinus kosinus, üstəgəl kosinus kvadratı. Bu bizə verəcək sinus kvadratı üstəgəl kosinus kvadratı 1 verəcək, 1 çıx sinus kosinus. Bundan gedəcək bu. Qalacaq sinus üstəgəl kosinus. Sinus üstəgəlsin kosinusunu da integralını tapanda ayrı-ayrı integrallaya bilirik. Cəmin integralı integrallar cəminə bərabərdir. Sinusun integralı mənfi iptidai funksiyası, yəni mənfi kosinus x-dir. Kosinusda da sinus x-dir. Mənfi kosinus x üstəgəl sinus x. Yəni cavab indi bilmirəm B-dir, D-dir, nəzərdə tutublar. Amma hər bir halda bunlar ikisi də yanlışdır. Bu 3 burada işləri görür. Burada da mənfi olmalıdır kosinus. Demək bunun birincinin cavabı oldu. Mənfi kosinus x üstəgəl sinus x plus C. Keçdik ikinci. İkincidə bu bizə verəcək bölmənin paylanma xassəsini tətbiq edirəm. İntegral 3 bölünsün kosinus kvadrat x çıxılsın 1 dx. 3 bölünsün kosinus kvadrat x bizə tangens x verəcək. 3 tangens x. 3 tangens x çıx x plus C. 2'yə uyğun olacaq C. Demək 2'yə C. Bunun qarşısına 2 yazıram. 2'yə C. 3'ə də baxaq. 3'də 3 bölünsün bölmənin yenə paylanma xassəsini tətbiq edirəm. 3 bölünsün sinus kvadrat x çıx 1. Bu da bizə verəcək mənfi 3 kotangens. Mənfi 3 kotangens. X minus C. Minus x plus C. Mənfi 3 kotangens x minus x plus C. 3'ə də A uyğun olacaq. Belə. Demək 1'ə uyğun olan olmadı. Əgər B uyğun ola bilərdi, 3 olmasaydı. Sonra situasiya gəlir. Artıq birinci qrupdan situasiya çıxıb deyə bunlara da ehtiyac yoxdur izah eləməyə. Belə dəyərli şagirdlər, sağ olun izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, faydası olar inşallah.